أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لا حول ولا قوة إلا بالله العلي العظيم وصلى الله على سيدنا وطبيب قلوبنا وشفيع ذنوبنا الذي سمي في السماء بأحمد وفي الأرضين بأبي القاسم المصطفى محمد وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء سيد النساء العالمين وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين وعلى محمد بن علي وعلى جعفر بن محمد وعلى موسى بن جعفر وعلى علي بن موسى الرضا وعلى محمد بن علي وعلى علي بن محمد وعلى الحسن بن علي وعلى المهدي المنتظر صاحب الزمان عجل الله تعالى فرجه الشريف واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين أما بعد عباد الله أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر والنظم أمركم بسم الله الرحمن الرحيم قل يا أيها الكافرون لا أعبد ما تعبدون ولا أنتم عابدون ما أعبد ولا أنا عابد ما عبدتم ولا أنتم عابدون ما أعبد لكم دينكم ولي دين صدق الله العلي العظيم Allah bəndələr əvvəl özümüz sonra siz əzizlər ilahi təqvaya, ilahi nizam intizama Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin inşallah. Allah canını sağ eləsin. Bir hacımız var. Hacı mənə deyirdi, namaza bəzən gecikərdi. Sonra deyərdi, niyə gecikər? Deyərdi, namazda müstəhəbbatları təxirə salıb vurub çıxıb elə həmin vaxt eləyəcəm. Mən birinci xütbədə çox danışsam da ikinci xütbəni qısa eləyəcəm ki, inşallah ta o haqq ödənsin. Əzizlərim, bugün Şəvval ayının neçəsidir? Kimliyə? 7-si. Əhsən. Sabah neçəsi olar onda? 8-i Şəvval. 8-i Şəvval da demədim, telefonlara baxın, indi mənə baxın. Məqsədim diqqət çəkməkdir. 8 Şəvval bizim əqidiyə əsasən hədim günüdür. Bax, bunu çatdıra bilsəm bu günləri və yadımızda saxlasaq, evlərimizdə, cəmiyyətimizdə tanıtdırmaq bu günlərin vəzini. Hədim günüdür. Hədim nədir? Yevmul hədim, dağıdılma günü. Bu hadisə nə vaxt baş verib və nə olub? Hicri qəməri təqvimi ilə 1344-cü ildə, Şəvval ayının 8-də, miladi təqvimi ilə 1926-cı il, aprel ayının 21-də Nəcd bölgəsindən gələn Vəhabi hərəkatı birbaşa Mədinəyə hücum eləyərək Bəqi qəbristanlığında olan bütün qəbirləri, türbələri, günbəzləri, memarlıq abidələrin yerlə yeksan edirlər. Bugün, üzürsəm sabah, Şəvval ayının 8-də. Onlar bunu qəbirlərə ehtiram göstərməyin şirk olduğu inancı ilə elədilər. İndi deyəcəm kimlərin qəbirləri dağılıb Şəvval ayının 8-də 1926-cı ildə aprel ayının 20-də. Dağıdılan əsas məqbərələr, məqbərə, günbəz, abidə, böyük əhəmiyyət kəsb eləyən bir çox şəxsiyyətin məzarı, üstündə türbələr olan məzarları dağıtdılar. Birinci, biz həmin günü niyə ürək ağrısı ilə deyirik? Çünki bizim 4 imamın türbəsi dağıdılıb. İkinci imamımız İmam Həsən əleyhissalamın, 4-cü imamımız İmam Zeynül Abidin əleyhissalamın, 5-ci imamımız İmam Muhammed Baqir əleyhissalamın, 6-cı imamımız İmam Cəfər Sadiq əleyhissalamın məqbərələri, türbəsi, qəbirləri yerlə yeksan olub. Ona görə o gün bizim üçün yaralı gündür. Bizim əqidəmizə olunan, terror olunan gündür. Bir. Sonra Peyğəmbərin yaxınları, Peyğəmbərin əmisi Abbasın qəbri dağıdılıb. Peyğəmbərin xanımlarının nə qədər, xanım Xədicə Kübra ki Məkkədədir, onun da qəbri orada dağıdılıb, deyəcəm Məkkədə dağıdılanları. Mədinədə Peyğəmbərin xanımlarının qəbri Bəqi qəbristanlığındandır, hamısı dağıdılıb.
Peyğəmbərin oğlu İbrahimin qəbri dağıdılıb. Peyğəmbərin qızları, ya xanım Xədicə-i Kubranın o bacısının qızları ki, Peyğəmbər götürmüşdü, öhdəsini saxlayırdı, onların qəbirləri. Peyğəmbərin süd anası Həlimə xanımın qəbri Bəqi qəbristanlığında dağıdılıb. Ummul Bənin xanım, Əbəlfəz Əleyhisselamın anası girən kimi Bəqi qəbristanlığının solda balası Əbdullahla, Əbəlfəz ağanın oğlu ilə dağıdılıb. Qəbri Bəqi qəbristanlığında təkcə dini deyil, həm də böyük mədəni, tarixi irsi dağıtdılar burada. Oradakı türbələr əsrlər boyu müxtəlif İslam dövrləri, istər Səlcuqlular, istər Osmanlılar tərəfindən tikilmiş incə memarlıq nümunələri dağıdıldı. Dağıntıdan sonra bu ərazi sadə, nişansız daşlarla dolu bir meydana çevrilib bugün. Amma o daşlar da hətta oradan yığışdırılmışdı. Necə oldu? Bugün də Bəqi, Cənnətül Bəqi deyirlər, amma hörmətsizliyi var. Üzr istəyirəm, orada dəfn olunanların gətirirlər üstünə, məsələn, böyük bir ərazini ayırırlar, kislata buraxırlar, 6 aydan bir sümüklər də yandırılır, təzədən dəfn olunur. Bu da o boyda qəbristanlığa hörmətsizliyi bugün davam edilir. Günün qeyd olunması hər il Şəvval ayının 8-i dünyanın müxtəlif ölkələrində yaşayan Şiə müsəlmanlar tərəfindən matəm günü kimi qeyd olunur. Bugün Bəqi faciəsi və ya Hədim günü adlanır. İnsanlar həmin müqəddəs məkanların yenidən bərpa olunması tələbi ilə çıxışlar eləyir. Bəqi qəbristanlığının bərpası və bu məsələnin beynəlxalq səviyyədə həlli üçün ən mühüm addımları tarixdə 2 dənə böyük müştəhid atıb. Birincisi, Allah ruhlarını şad eləsin, Seyyid Hüseyin bin Ucurdi ağa, Qumdadır qəbri şərifi. Biri də Seyyid Muhammed Hüseyin Kaşfül Qita, Nəcəfdən. Bu 2 dənə alim həmin zamanda konferanslar təşkil edilər, nümayəndələr göndərdilər, dünyanın sünni ölkələrinə müraciət edərək, Əl-Əhzər Universitetinə qədər müraciət edərək, Bəqi qəbristanlığına hörmətsizliyi dünyada bunlar başladılar narahatlıqlarını bildirməyə. Ayətullah Birucirdinin təşəbbüsü ilə böyük önəm verən bir rəhbəridir, Allah ruhunu şad eləsin. O bu addımları attı. Xüsusi nümayəndə heyəti təşkil etdi. Səudiyyə rəsmiləri ilə danışıqlar aparmaq üçün Hicaza xüsusi nümayəndələr göndərdi. Diplomatik olaraq İran hökumətinə müraciət elədi. Səudiyyə Ərəbistanına təzyiq göstərsin. Zəvvarların Bəqi qəbristanlığını ziyarət etməsi üçün qoyulan bəzi qadağaları yumuşatmasını tələb elədi. Məscid-i Nəbi layihəsi çəkmişlər Vəhabilər. Peyğəmbər məscidi genişlənir və o proqramda Bəqi qəbristanlığı tamamilə yerlə yeksan olunmalı və güya Peyğəmbər məscidinə o ərazini salmağı tələb olunmuşdu. Amma Allah rəhmət eləsin Seyyid Hüseyin bin Ucurdi ağa və Ayətullah Kaşifül Qitanın tələbi ilə Peyğəmbər məscidi ilə Bəqi qəbristanlığının sərhəddi tanındı və divarla ayrıldı. Bugün əgər varsa o 2 dənə böyük müştəhidin zəhmətinin hesabına. Ayətullah Kaşifül Qita Nəcəf elmi hövzəsinin görkəmli siması olduğuna görə bu mütəfəkkirlər qurultayı təşkil elədi, tələb eləyərək. O müxtəlif beynəlxalq İslam konferanslarında 1931-ci ildə Qüds konferansında özü çıxış elədi. Bəqinin dağıdılmasının sadəcə bir məzhəb məsələsi deyil, ümumi İslam tarixinə və irsinə qarşı bir cinayət olduğunu bəyan elədi. Səudiyyə krallığına və digər ərəb liderlərinə məktub göndərdi Ayətullah Kaşifül Qita. Qəbirlərin üzərində bina tikməyin şəriət baxımından icazəli olduğunu elmi dəlillərdən sübut elədi. Və Vəhabi alimlərin mübahisəyə çağırdı. Siz deyirsiniz qəbirlərə hörmət şirkdir. Gəlin elmi cəhətdən mən sizi sübut edeyim. Quranla ki, qəbrin üstündə müqəddəs şəxslərin qəbirləri üstünə türbə uzatmağın heç bir müşkülü yoxdur. Nə də şirklə əlaqəsi yoxdur. Nəticə olaraq bu 2 alimin nüfuzu sayəsində 1950-ci ildə irəliləyişlər əldə olundu. Bəqi qəbristanlığının ətrafına divar çəkildi və tamam zibilli ilə dolmuşdu ora. Zibillikdən təmizləndi. Bəqi qəbristanlığının arada zəvvarlar gedir, piyada gəzir. Bax o yollar bu 2 alimin səyi nəticəsində
belə deyək, salındı. Ən əsas məsələ bu məsələ unudulmaqdan xilas eləyərək İslam dünyasının gündəmində daim bir hüquq davası kimi qaldı. Şeyx Ayətullah Kaşifül-Qita Səudiyyə kralına Əbdüləzzizə belə bir məktubla müraciət elədi. Məsələni yazdı ki, məsələ məzhəb mübarizəsi deyil, İslam mədəniyyətinin qorunması kimi təqdim elədi o məktuba. O məktubunda belə yazır: Dünya xalqları, ay Kral Əbdüləziz, dünya xalqları öz keçmişlərini və abidələrini qoruduqları halda müsəlmanların öz peyğəmbərin ailəsinin və səhabələrinin izlərini silməsi İslamın əzəmətinə xələl gətirir. Hətta o məktubda da demişdi ki, alimləri göndər, belə deyək, mübahisə eləyək. Ayətullah Büruzidi Həcc missiyasında 1950-ci ildə Səudiyyə Ərəbistanla əlaqələri bərpa etmək üçün Seyyid Muhammed Təqi Taliqanını nümayəndə kimi göndərdi. Və nəhayət bu kişilərin məsələyə qoşulması nəticəsində Bəqi bugünkü vəziyyətdə qorunub qalıb. Yoxsa Bəqini tamamilə yerindən yeksan eləyəcəklər və bir zibilliyə çevirəcəklər. Mən bəzi qəbirləri saydım, dedim çox danışmayacağım. Məkkədə olan, Mədinədə olan, eyni ilə Bəqi ilə eyni zamanda Həzrəti Həmzənin Uhud döyüşündə olan 70 şəhidin məqbərəsini yerlə yeksan edirlər. Həzrəti Həmzənin qəbirlərin, o Həmzə ki, onun ciyəri Muaviyyənin anası çeynəmişdi, Muaviyyə davamçıları onun da qəbri yerlə yeksan edir. Mən əqli bir dəliliyim. Uhud şəhidləri deyirəm 70 nəfər. Şəhidin qəbrini dağıtmaq nə dərəcədə düzdür? Əgər Allah eləməsin, biri sənin şəhidiyə bir cürət eləsə, necə olar? Sən bu İslamın şəhidinin qəbrini dağıdıbsan 8 Şəvvalda. Məkkədə Peyğəmbərin xanımı, İslamın ayaq üstə durmağına səbəb olan birinci amil Həzrəti Xədicənin qəbrini dağıdıbsan. Əbu Talibin qəbrini dağıdıbsan. Peyğəmbərin babalarının Həccunda, Məqbərətül Müəllada qəbirlərini dağıdıbsan. Biz bu günü, hədim günü, Bəqi faciəsi kimi yadda saxlamalıyıq, nəsildən nəslə ötürməliyik. O vaxta qədər ki, necə biz 28 il Qarabağ deyərək hər yerə səsimizi çatdırdıq, Bəqi deyərək biz yenə də öz səsimizi ta Bəqi qəbrəstanlığının hüququ özünə qaydaraq, 4 imamımızın və Peyğəmbər səhabələrinin, Peyğəmbər xanımlarının türbələri bərpa olunana qədər biz səsimizi çıxartmalıyıq. Çünki o bizim keçmişimizdir, əzəmətimizdir. Allah'a and verəm İzzət Cəlalı hörmətinə. Allah bu arzusuna möminləri çatdırsın və Bəqini bugünkü o terrordan xilas eləsin. Daxil olursan bir qəbir üstə Fatih oxuyarlar. İmamın qəbir üstə bir Fatihə və salam deməyə bugün də icazə vermirlər. Allah'a and verəm İzzət Cəlalı hörmətinə. Allah zamana imamının zuhuru ilə bu dünyadakı ədalətsizliklərə son qoysun, dünyamızı nura qərq eləsin, Allah müşkülləri olanların müşküllərin sıxıntısını asanlığını əvəz eləsin, Allah ölənlərimizin ruhun, şəhidlərimizin ruhun bu cümə bizdən şad eləsin, qalanlarımızı səlamət və əhl-i beyt yolunda sabit qədəm eləsin. Allah dünyada İslam'a qüvvət versin, rövnəq versin, Kur'an'ı yer üzerine payidar qərar versin. İslam, Kur'an düşmənlərin nabud eləsin inşallah. Hər möminin hacətini rəva, dərdinə dəva eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Sadaqallahul aliyyədim.